Salam, hörmətli kanal izləyicilərimiz. Günəşmən Masazlı qəsəbəsində belə bir gözəl, bir möhtəşəm bir 5 otaqlı evimizin tanış edirəm. Evimiz xatırladım ki, mərkəz yolun üzərində yerləşir. Mərkəz yolun məsafəsi 100 metr məsafədə yerləşir. Burada əl qapısıdır, giriş qapısıdır. Buradan isə göstərdim sizə həm qaraj kimi istifadə edə bilərsiniz və yaxud da buradan obyekt yarada bilərsiniz. Düz 4 yolda hörmətli kanal izləyicilərimiz. Buradan da mərkəz yol gördüyünüz kimi bir xoş görsənir. Evimiz şəxsi istifadə üçün tikilib remont olunub, onu da xatırladım sizə. 2 ailəli yararlıdır. 1-ci mərtəbə və 2-ci mərtəbədir. Atdeni xoddandır və gələcəyini əgər istəsəz belə, yəni xoddanı yanında ayıra bilərsiniz. 1-ci mərtəbə xodu qarajdan verə bilərsiniz. Bu da 2-ci mərtəbəsinə aid olar. Hər otaqların elektrik qarşısı atdenidir. Onu görürsün, bax belə bir həyət yanı sahəsi var. Qaz, su, işıq, kombi sistemimiz tam qaydasındadır. Və daxil oluq evimizin içinə. İnşallah ev olmayan insanlar Allah Taala belə gözəl qismət etsin. 1-ci mərtəbəsində isə 1-2 dənə otaq və solda isə mətbəxdir. Sanitariya qoşulub, bura isə yəni qarajımız nəzərdə tutulub və ya siz obyekt edə bilərsiniz. Lambirinə kimi vurulub hazır vəziyyətdə və evimiz əşya satılır, onu xatırladım. Qiyməsi 135 min manata satışa çıxıb. Sözsüz ki, real alıcılarına sözsüz endirim olunacaq. Buraya isə evimizin sanitariya qoşağı görülür. Hamısı səliqəlidir. Qoşadaşla inşa olunub. Buraya isə yataq otaqlarından biridir. Pəncərəsi birbaşa öz həyatına baxır. Kombi sistemli işləh vəziyyətli hamısı. Bura 1-ci mərtəbə üçün 2-ci yataq otağı, pəncərəsi birbaşa öz daha doğrusu yola baxır. Buraya isə evimizin 1-ci mərtəbə aid olan mətbəxdir. Optik internet tutmuş hamısı, daha su, işıq mərkəzi konsept hamısı tam qaydasındadır. Yəni mətbəx mövqeyi gördüyünüz kimi yığıldan sonra burada da stol qobrasını nahar edə bilərsiniz. İndi isə mən size 2-ci mərtəbəsindən tanışayım. Bir daha da qoşadaşlı inşa olunub. Evimiz köhnə tikidir. Sonradan tam remontla təsis olunub. İndi isə 2-ci mərtəbəsindən tanış edim sizi. 1-ci mərtəbəsində 2 dənə otağımız, mətbəximiz, sanitariya qovşağımız. 3-cü mərtəbədə isə 3 dənə yataq otağı, sanitariya qovşağı və mətbəx mövcuddur. Belə bir gözəl bir balkonu burada da mövcuddur. Kondisionerə kimi hörmətli kanal izləyicilərimiz. Evimizin 2-ci mərtəbəsidir. 1, 2, 3 dənə otağımız, sanitariya qovşağı ayrı-ayrıdır. Solda isə evimizin mətbəxidir. Burası 2-ci mərtəbə aid olan mətbəximiz, hörmətli kanal izləyicilərimiz. 2-ci mərtəbəni gördüyünüz kimi mətbəxi yığılıb hazır vəziyyətləri. Evimizdə uzun müddət yaşayış yoxdur. Yeni təmirdən çıxıb. Bura qonaq otağımızdır. Pəncərəsinin qarşısını kəsən bir mani yoxdur. Qonaq otağında 1-2 dənə pəncərə mövcuddur. Kombi sistemi yəni işləh vəziyyətdədir. Aboylar da zörgünə vurulub, hala boylar vurulub. Evdə də nə gördüksə hamısı evimizin içində qalacaq. Bura salonumuz evimizdir. Bura isə evimizin sanitariya qovşağıdır. Və burada belə bir gözəl bir yataq otağı burada da mövcuddur. Yəni də pəncərəsi birbaşa öz həyətinə baxır. Yəni ara məsafəsi, evin arasında ara məsafə saxlanılır. Bu aradan hasar çəkilib. İpoteka yararlarda evində torpağın tam mülkiyyət sənədləri qaydasındadır. Burası sonuncu yataq otağıdır. Otaqlar da gördüyünüz kimi bir-birindən geniş otaqlardır. Bu pəncərəmiz isə birbaşa yola baxır. Ətraflı məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxanlarla birinci növbədə siz tanış ola bilərsiniz. İnşallah evi olmayan insanlara Allah Taala belə gözəl evlər qismət etsin. Həm evimiz 5 otağa sahib ola bilərsiniz, həm də obyektə sahib ola bilərsiniz. Yəni evin qaraj hissəsini obyektə elə bilərsiniz. Evin içində yaşaya-yaşaya sözsüz ki, gündəlik, aylıq evin rasxodlarını çıxarda bilərsiniz.